Yuxun necədir? Yoxdur. Günüz yoxdur. Gecədə biraz elə... Qorxulu yuxular görürsən? Yuxuda qışqırırsan? Yox, bir daha qışqırmışam yuxudan. Qışqırır. Ayıq vaxtı sayıqlamaların olur? Yox, o qədər olmur. Gözünə nəsə görünmür? Görünür gözüm. Nə görürsən? Görürəm gözümün qabağından adamdır, belə keçir, belə gəlir. Nə bilim, beləsinə şey zaten. Gündüzdə. Qızım çox olur o. Mən şimdi istəyirəm, deyir dərman saxdım üstümə. Dərman səpdi. Çay verim, deyir dərman, ay qurban ol derim, niyə verirəm, amma mən gizlərim, niyə sənə çay verirəm. Deməli, çay verirsən, deyir içinə dərman tökürsən. Yundurursan, deyir üstümə dərman səpdi. Şübhəli, bəli. Təs baxırım, deyirəm, amma qurban ol, mən sənə niyə verirəm. Deməli, xəstəmiz, Parkinson xəstəmiz Naxçıvandan gəlib Şərurdan. Deməli, ağırlaşıb nə ilə? Psixiatriya ilə. Belə ki, artıq onda özünü yadlaşdırma ideyaları yaranıb. Əlbəttə, bu psixiatrın işidir. Mən isə Parkinsonun bərpa reabilitasiyasına baxacağam.